nəyə baxırıq? Şirvanşahlar nə idi? 13 Şirvanşahlar. Ay Allah, şu hərfimə. Şirvanşahlar nə vaxt oldu? Bəli, 13 neçə? 15. Uşaqlar fikir verirsiniz. Bax gəlin bir dənə həm sual cavab eləyək, həm də yaddaşımızı təzələyək. Mən sizə desəm Monqolların birinci yürüşü nə vaxtı? 1220. Ay sağ ol. Uşaqlar, Monqolların birinci yürüşünə hansı şəhərlərimiz ilk xərac verib dağıntıdan xilas olmuşdu? Ay sağ ol. Monqolların birinci yürüşündə Gəncə deyiləm, Şamaxın aqibəti necə idi? Şirvandan danışırıq da, ha? 13. Təslim olunanlar o. Ay sağ ol. Tutaraq qarət etdilər. Sonra Dərbənd keçidi vasitəsilə Azərbaycanı tərk etdilər. Birinci yürüşü bizə aydın oldu. Aydın. Kitabda oxuyanda adam başa düşmür, ha? Yəni diqqətli olun, görəsiniz. Uşaqlar, indi gəlirik Monqolların birinci yürüşündən sonra Xarəzmşah Cəlaləddin bizə yürüşü. Nə vaxt idi deyin, yazıram. 28. Əhədi də deyim, narahat olun. 1225, bəli, 1231-ci ildə. Xarəzmşah Cəlaləddinin Azərbaycana ikinci yürüşündə, bax bu gəlir ha, Gəncədə, Təbrizdə buna qarşı üsyanlar baş verir. Haranı tutmuşdu? Bərdə, aha, Beyləqan, Gəncə, Şəmkiri tutur. Ən böyük üsyan harda baş vermişdi? Xoy, Naxçıvan Mərəddə də, amma ən böyük, bəli, yox, Gəncə. Gəncədə nə vaxt baş vermişdi? Ən böyük pik nöqtəsi 1231. Bəli. İndi uşaqlar, bax yadınızda saxlayın. Şirvanşahlar bu vaxt Xarəzmşahların artmaqda olan qüvvəsini görərək nə etmişdi? Sən buradan bax. Xarəzmşahların artmaqda olan qüvvəsini görərək nə etmişdi? Hələ 1-ci Aksiyanın dövründən yadınızda qalsın. Şirvanşahlarla Xarəzmşahlar nə etmişdi? Dostluq münasibəti. Amma yadınızdadır ki, gəldi hansı dövlətlərə son qoymuşdu Xarəzmşahlar? Eldən Atabəylər. 1200 neçədə? 1227-də 1227. hansı dövlətə son qoyuldu? Ağsunqurilərə sonra. Bəli, 1227-də kimə son qoymuşdu? Şirvanşahları asılı vəziyyətə salacaq. Bu zaman bəli, 3-cü Fərbriz olacaq. O da hakimiyyətə 1200, qoy sizə deyim də, 25-dən 1243-ə qədər olmalı idi hakimiyyətdə. İndi çıxarılıb hakimiyyətlər uşaqlar. Hə, analiz evdə var, amma sinif kitablarında yoxdur. Deməli, Xarəzmşah Cəlaləddin Şirvanın yürüşü zamanı nə baş verdi? Dövlətin daxili müstəqilliğini qoruya bilsən, amma asılı vəziyyətə düşdü. Aydın oldu mu, hə? Monqolların Azərbaycana ikinci yürüşü nə vaxt idi uşaqlar? Ay, sağ, 1231, bax, xahiş edirəm. Siz də oxuyanda orada əlaqəli oxuyun. Anlama. Anlayın ki, bu nə deməkdir 13-14-cü əsr, 15-ci əsrlər. İndi Monqolların ikinci yürüsündə Şirvanın aqibəti nə olmuş? Uşaqlar, Şirvanın işğalı nə vaxt başa çatır? Üzrü sən nəsə, mən deyəsən öskürəcəm. 1239-da Şirvanı tutur, bəli. Şirvanı tutmaqla da nə etmişdi? Şirvanı, Şəki bölgə Azərbaycan taxılıb Monqolların tərkibinə qatırır da 1239-da nə vaxta qədər? 1256-cı ilə qədər. Deməli, neçənci illərə qədər? 1239-dan 1256-cı illərə qədər. Aydındır. Bəs yaxşı, Monqolların 3-cü yürüşündə nə baş verdi? 1258-də Monqollar bəli gələndə Lakilər dövləti nə etdi? Bütün Azərbaycanı nə etmişdi? Bəli, özünə tabe etdi. Aydındır bu sizə, yaxşımı? İndi gəlirik orada. İkinci Aksiyana baxırsınız. İkinci Aksiyan hakimiyyət illəri uşaqlar 1243-1260-cı illərdə idi. İkinci Aksiyanın baxın hakimiyyət illəri Monqolların 3-cü yürüşünə düşür də 1256-58 fikir verirsiniz. İtaətkarlıq göstərməklə nə edəcək? Şirvanı dağıntıdan xilas edəcək. Aydındır? Gördünüzmü Aksiyanın Fərbrizdən sonra su gətirərdimə görə, hə. Fərbrizdən sonra kim gəlmişsə Aksiyan. Amma uşaqlar, Hülakilərin vasitələri kimi Şirvanşahlar pul kəsdirməkdə davam etsələr də artıq təmtəraqlı titullar göstərtmirdilər. Öncə Monqol xaqanının adını çəkirdilər. Monqol xaqan da bütün səfərlərində onlara orduda kömək eləyirdi. Aydındır sizə? Yəni, heç vaxt təmtəraqlı adıma pul kəsdirsəm də təmtəraqlı nələr keçirmirdim. Titullarını göstərtmir. Öncə Ali Monqol xaqanının adını çəkirdilər, Monqol xanının adını çəkirdilər. Bir də nə etmişdi? Nizami qoşunla kömək etmişdi. Bu sizə aydındır, yaxşı. İndi uşaqlar, biz deyəcəyik ki, 14-cü əsrin 30-cu illərində fikir verin mənə.
14-cü əsrin 30-cu illərində o dövlət var idi, ha, İlxanilər. Nə vaxt deyirəm? 1330-da. Bu da nə vaxt son qoyulur İlxanilərə? 1357. Bax 30-cu illərində bunların zəifləməsindən istifadə edərək Şirvanlılar nə edəcək? Müstəqil siyasət kimi davam etdirəcəklər. Uşaqlar, indi gəlirik fikir verin. Keyqubada, Keydir bu. Keyqubat Keydir uşaqlar. 1345-də hakimiyyətə gəlib. 3, 4, 5. Yaxşımı? Nə vaxta qədər? 1372-ci ilə qədər hakimiyyətdə olmuşdu. Ay uşaqlar, Keyqubat təsəvvür elə ki, bu xoşlamırdı. Kimləri? Cəlaliləri xoşlamırdı. Yadınızdadır, bayaq dedim, Şeyx Cəlali, Şeyx Üveys dedim ki, sizə 1359-da Təbrizə yürüş etmişdi də, hə? Deməli Təbrizə yürüş edir. Keyqubatda uşaqlar gəlir Təbriz üzərindən yürüş edir. Hara yürüş edir? Aysa. Keyqubatdakı Keydir. Buna çatmır ki, bu Şeyx Üveys bura yürüş edib tutubdu da, hə? Bura yürüş eləməsi narahat olma. Təbrizə yürüş eləməsinə görə uşaqlar. Bax mən dedim, Şeyx Üveys nə vaxt Şirvana yürüş elədi? 1367-də. İndi siz başa düşdünüzmü? Şeyx Üveysin Şirvana yürüş eləməsinin səbəbi nə idi? Keyqubadın Təbrizə yürüş etməsi idi. Təbriz mənim ərazimdir də, 59-da tutmuşam. Ona görə də nə eləmişdi? 67-ci Şeyx Üveys Şirvanşahları özünə tabe etmişdi. Uşaqlar 80-cı illərində daha da ağırlaşdı. Başa düşdünüzdə Şirvan haqq hesabına. Yaxşımı uşaqlar, sonuncu gəlir 1372-1382-ci illərdə hakimiyyətə gəldi Hüşəng. Bu da hansı nümayəndəsi idi? Hüşəng hansının nümayəndəsi idi? Kəsranilərin. Hüşəng də, uşaq nədir? Fişəng nədir? Bir dənə fişəngi atacaq, gedib düşəcək Muğan ərazisinə. Hara düşdü? Muğan ərazisini uşaqlar. Muğan ərazisi Şirvanşahlara tabe elədi. Muğanı Rəvvadilər də özünə arif tabe eləmişdi. Yaxşımı? Uşaqlar, deyəcəm 1382-ci ildə Şirvanda üsyan baş verdi. Üsyan baş verəndə Hüşəng öldürüldü. Burası qədər sizə aydın oldu. Yaxşı. Aydın oldu mu bu sizə? Vəssalam. İndi mən sizə izah